Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Qeyd etdiyimiz kimi daşlar yerinə oturmağa sürətlə davam edir. İstəyir siyasi arenada, istəyir kəşfiyyat və hərbi arenalarda və istəyirsə də soyuq savaşlar fonunda və şuuraltı subliminal mesajlarla. Və daşlar yerinə oturmağa davam etdikcə sözünü verdiyimiz qəribə hadisələr və xəbərlər bir-birini sürətlə əvəz edir. Bugün sizə 2 video təqdim etmək istəyirik. Həm düşmənlərdən, həm də öz cəbhəmizdən ki, dediklərimizin şahididir və ölkəmizdə də xalqımız mədəni, elmi və övlad tərbiyəsi sahəsində çox diqqətli olmalıyıq, həm də sosial məsələlərdə diqqətimizi 1-ə 10 artırmalıyıq. Məxsusən də milli və insani, yəni həqiqi dini kimliyimiz baxımından, yəni etiqad və ideologiyalarımız baxımından. Birinci təqdim edəcəyimiz bu videoda ki, səhv eləmirəmsə, Telegram kanalımıza yerləşdirmiş deyə yerləşdirməsək, baxarıq, bunu yerləşdirərik bu kanalımızda ki, kanalımızın da həmişə olduğu kimi linki adlıq bölməsi, başlıq bölməsinin üzərində vurub abunə ola bilərsiniz. Bu, siyonist rejimin rəsmilərindəndir, vəhşiliklərini artıq açıq-aşkar dünyanın üzünə vurmağa başlayıblar. Yəni, açıq-aşkar göstərirlər. Əlbəttə, burada bəzi planları da var. İstəyir qorxutma planları, istəyir daxili siyasət planları var. Amma hər halda iç üzlərini göstərirlər. İndi bir xalq olaraq baxmalıyıq ki, Azərbaycan hökumət strukturalarına nüfuz edən və klanlar şəklində ölkəni idarə edən bu siyonist vəhşiləri bizim üçün gələcəkdə hansı xətərləri, təhlükələri törədə bilər. וביחד עם זאת, באותה נשימה אני גם אומר בצורה הברורה ביותר. כשאני מבקש לנקום בעזתים על מה שהם עוללו לנו, אני מבקש נקמה אמיתית, וכשזה יקרה אני צריך שהחיילים שלנו, העיקרים והגיבורים שלנו, יעבדו בשטחים סטריליים, קרי, כל מה שיש לו שם חמצן בריאות, לדפוק בו כדור בריאות. ובאותם אזורים צריך להוציא את האוכלוסייה, לנקז אותה. והדרך של הסיוע ההומניטרי היא דרך נוספת. Diqqət eləyin, görün bu vəhşi nə deyir? Deyir ki, mən ki deyirəm, Qəzzə xalqı bizə elədiklərinə görə intiqam almalıyıq onlardan. Necə intiqam almalıyıq? Düz əməlli başlı, köklü bir intiqam almalıyıq. Bizim əskərlərimiz getməlidir mülki olan yerlərə. Gizlənən, gizlənməyən, oksigen ciyərlərinə gedən kimsə nəfəs alırsa, hamısını güllənin qabağına düzməlidir və humanitar yardımlar ki, Qəzzəyə göndərilir, bu bizim üçün böyük fürsətdir, onları qətliam eləmək üçün. Açıq-aşkar bundan danışır ki, orada humanitar yardımlar göndəriləndə əhali toplanır bir yerə və belə halda onların hamısını gülləbaran eləyib, şübhəsiz qətlə yetirə bilərik. Baxın, biz belə vəhşilərlə üz-üzəyik. Əlbəttə, dəfələrlə dediyimiz kimi, ilahi məkr planının 3 şaxəsi var. Möcüzə öz yerində, bəsirətli müminlərin əli ilə və düşmənlərin axmaqlığı ilə. Həm bəsirətli müminlər, müqavimət cəbhəsi başda ali məqamlı rəhbər liderləri olmaqla və həm də bunların öz axmaqlığı ilə, ideologiyalarından qaynaqlanan və çarəsizlikdən, əsəbilikdən və depressiyadan doğan rəftarları ilə açıq-aşkar özlərini estafedə gətirib qoyurlar və bildirirlər ki, biz kimi. Amma məsələ burasında deyil. Məsələ orasındadır ki, bu heyvanlıqdan da belə pay aparmayanların məxsusən siyasi baxımdan, biraz təhlükəsizlik baxımından ölkəmizdə nüfuzları var. Ölkəmizin strukturalarında təhlükəsizlik olsun, siyasi strukturalarında olsun,
və məxsusən də media qollarında olsun, nüfuzları var. Xalqımızın milli və dini, həqiqi insani kimliyini dəyişmək üzrə. Və son proqramlardan birində buna biz Azərbaycanda uşaq uğurluqları olsun şübhəli və şübhəli ölümlərin artacağından danışmışdıq ki, son günlərdə demək olar ki, efirləri, sosial şəbəkələri də məşğul edən məsələlərdən biri Elgün İbrahimov adlı bir tələbənin, yeniyetmənin vəhşicəsinə döyülüb öldürülməsidir. Müxtəlif sosial şəbəkələrdə müxalif olan, müxalifət olmayan şəbəkələrdə bu yayımlanır. Bu şəxs, bəli, bizdə də olan məlumatlara görə bu yeniyetmənin polislərin hansısa bir cinayətinə şahid olmasından sonra onu döyüb öldürüblər. Bəzi məlumatlar bizdə belədir. Hər halda bizim işimiz bunda deyil. Bizim işimiz məsələnin kökünü və cərəyanı anlamaqdadır. Və açıq-aşkar görməkdədir ki, siyonist zillət piramidasının bir küncü də bizim ölkəmizdə görünür. Məxsusən də son müqavimət cəbhəsindən aldığı zərbələr, strateji baxımdan cəbhələrin genişlənməsi, siyasi baxımdan həddən artıq təzyiqə məruz qalmaları, müzakirələrdə əllərinin qısalmaları və yaxınlaşan müqavimətin sözünü verdiyimiz nokaut zərbəsini hiss eləmələri, bunlar hamısı əl-ələ verir və dəfələrlə bağlanan kanallarımızda da sözünü verdiyimiz kimi özünü göstərdiyi yerlərdən biri də bizim ölkəmizin daxilindədir. Bunu unutmayaq, biz bir xalq olaraq milli və insani, dini kimliyimiz baxımından Əhl-i-Beyt məktəbindən su içmişik. İnsanlığın həqiqətini öyrədən və yaşadan məktəbdən. İnsanlığın düşmənidirsə, yaxud əlbəttə əksəriyyəti fasiq olanları, Allahın kitabı Qur'anda, hətta Tövratda onlara nabud olma vədi verilirsə, indi insanlığın ən pik nöqtəsinə, sosial baxımdan, fərdi baxımdan insan cəmiyyətini çatdıran Əhl-i-Beyt məktəbinə söykənən bir köklü xalq bunlar üçün daha həssasdır. Bax, elə təsadüfi deyil ki, artıq ağzı söz tutmayan və Allahın rüsvayçılıq planına düçar olan və sözünü verdiyimiz kimi həm qonşuları və dost ola biləcəkləri tərəfdən, həm də quyruq buladığı qərb, imperializm və siyonizm tərəfindən şapalaq yeməyə davam edib, rüsvayçılığı getdikcə artan Rəcəb Tayyip Ərdoğanın da alınmış torpaqlarımızdakı gəlib yenidən ağzı söz tuta bilmədiyi halda bəzi çərənləməsi də bax, imperializmin sıxılmasının növbəti dəlilidir. Niyə görə? Çünki diqqət edin, biz bir dəfə bir söz demişdik, köklü bəhsində etmişdik. Amma qısasını demək istəyirəm sizə ki, yadınıza gəlir demişdik ki, Ərdoğan, rəhmətli Ərbakan qəbul eləmədiyi İsrail planını qəbul edən nifaqın canlı təcəssümüdür. İstəyir daxildə qardaş Türkiyə xalqına qarşı, istəyir də qonşulara qarşı. Və bu Ərdoğan elə bir kukladır ki, Amerikanın işi harda düyünə düşsə, İsrailin işi harda düyünə düşsə, orada fitnə mərkəzinin və Quduzit İsrailin nökəri olaraq missiyası var. Çünki bunun missiyası Ərbakana təqdim edilən İsrail barədə 3 missiya var idi, onlardır. Bunların biri budur ki, İsrailə qarşı heç bir əməli qələt eləyə bilmərsən. Biri də bu idi ki, İsrailin qarşısında səpər olmalısan. İsraili qoruyan divar olmalısan bu qondarma rejimi. Harda çətinə düşürsə, harda işini qabağa aparmaq istəyirsə, məxsusən bölgəmizdə regional olaraq Ərdoğan quyruq bulamalıdır.
Görürsüz Rusiya-Ukrayna məsələsində nə qədər media şişirdirsə, Erdoğanı bir hesaba gətirən yoxdur. Məxsusən Rusiya tərəfdən. Həm Amerikadan yeyir, həm qonşusu Rusiyadan, həm müsəlmanlıq baxımından xalqları Türkiyə, İran, xalqlar baxımından bir köklü müsəlman dininə sahib olan xalqlar baxımından da qonşularının da yanında vəziyyəti yaxşı deyil. Dəqiqliklə bu hadisələr son Suriya hadisələrində də göründü. Orada gördük ki, Erdoğan quyruq buladı, girdi. Suriyaya coğlanını gətirdi. İlk verilişlərimizdə, proqramlarımızda nə demişdik? Bağlanan kanalımızda izləyənlərin yadında olar. Erdoğan, Türkiyə hakimiyyəti və Siyonist rejim qəbrini Suriyada daha da dərinləşdirdi. Məxsusən Erdoğan həm daxili siyasət baxımından, həm xarici siyasət baxımından. Orada işarə vurmuşduq Suriyanın şimal-şimal şərqində olan Kürdlər baxımından. O Kürdlərin bir hissəsinin ən azı Amerikanın sözü ilə oturub durması baxımından əli boş qalacağı, İsrailin ərazi genişləndirmək məqsədi baxımından Suriyada əli boş qalacağı və elə bu fonda tez-tez dediyimiz sözlərdən biri bu idi ki, Erdoğan son rəqslərini həm bu Şamat bölgəsində, həm də Zəngəzur və yaxud da adını Zəngəzur qoyublar, ümumiyyətlə Qafqaz bölgəsində eləməli idi. Hər ikisində də Erdoğan fitnəsi sönüb. Sadəcə Erdoğanı bir kukla kimi atırlar ortaya, bir anlıq dozasını vururlar. Biden kimi biraz danışa bilir. Ondan sonra belə deyək də çaladan götürüb daha böyük dərin quyuya atırlar. Həmin oyun indi sönmüş və İran-Azərbaycan arasındakı siyasi müqavilələr fonunda da demək olar tarixin arxivinə tapşırılmış Zəngəzur məsələsi kimi bir məsələ olaraq Qarabağa son rəqslərini öz aləmində gətirir. Və bu da dediklərimiz ki, Erdoğan Amerikanın siyasi və strateji çətin vəziyyətlərində bir kuklada oynadılmaq üçün və Suriya və Qarabağda buna misal gətirdi. Bu təsadüfi deyil ki, Azərbaycanın bir sıra mən sosial şəbəkələrində, əlbəttə Azad adı ilə fəaliyyət göstərən bəzi sosial şəbəkələrindən bir xəbər oxudum bugün ki, bəli, eyni ilə Trump necə ki, hayhuy elədi Suriya sonuncu hadisələr başlamamışdan öncə və Trump'ın siyasi hərəkətlənməsi başlayan kimi Erdoğan kuklası Suriyada belə deyək, işini gördü və rolunu oynadı. İndi çətin vəziyyətə düşüb. İndi Qarabağdakı Erdoğanın çərənləməsi ilə həmzaman yenə də həmin sosial şəbəkələrdə xəbər oxuyuruq ki, Trump Azərbaycana ola bilsin ki, səfəri gözlənilir və bunu da gözəl şəkildə nümayiş etdirirlər bizə. Quduz itin atalığı böyük şeytan Amerika qadın və uşaq qatillərini tonlarla bomba verib bombardımana səbəb olan Amerikanın qırmızı dəli inəyi bəzi xəbərlərə görə Azərbaycana gəlmək istəyir. Erdoğanın bu sərənləməsinin bir səbəbi budur. Səbəblərindən biri də nədir? Erdoğanı kukla kimi oynadanda nə deyirlər? İsrail və Amerika tərəfi, qərb imperializmi. Deyirlər ki, sənin bu Turanın əlindən çıxdı. Filan yerdə də bağışda da biz sənə yer verə bilmərik. Kürdlər Amerika inandı və İraqın da şimalında biraz vəziyyəti çətinləşir. Siyasi baxımdan gərək Erdoğan oradan çıxsın, hərbiçilərini, minlərlə hərbiçisini çıxartsın. Bəs sən rəqs eləməlisən, sənin vəziyyətin xarab olub. Sənin nökərinin nökəri olduğun Amerikanın da vəziyyəti xarab olub. Rəqib Çin iqtisadi baxımdan bir tərəfdən Trump bəyanat verir ki, Rusiya sürprizləri çoxaldır, bu da xoşa gələn deyil. Putin Trump'ın hiləsini oxudu. Bu üçlüyün, bunun ikisinin də tamamlayan üçüncü İrandır. Çin, Rusiya, İranın da düşünən beyni və strateji və coğrafi baxımdan mərkəzliyi İrandır. Bəli. Çindən də İrana
biz bəhs eləmişdik bir neçə proqram öncə və demişdik ki, Hindistan-Pakistan məsələləri və o Keşmir söhbəti ki, Vaxan, Əfqanistanın Vaxan xətti ticari yolunun yanındadır. Səbəblərdən biri də ola bilər ki, Hindistan-Pakistan arasındakı münaqişəni Amerika tərəfdən qızışdırılsın ki, o Vaxan tərəfdən Çindən İrana olan reysin də qarşısı alınsın. Bu üçlünün də arasında süni də olsa problemlər yaradılsın, amma o gün xəbərlərdə yerləşdirdi. Çindən həmin o dediyimiz Vaxan vasitəsilə, yəni bu Əfqanistan vasitəsilə İrana ilk belə deyək, reys oldu, dəmir yolu və ticari xəttin reysi oldu. İndi bəziləri deyir günəş isidici panellər filan. Bunların daşınması oldu. Erdoğana bu da təzyiq gətirir. Çünki Erdoğanın bir planı da əlindən verdiyi o 4 dənə türk dillilər idi də, Özbəkistan, nə bilim, hansı idi, Türkmənistan, Qırğızistan filan. Bu 4 dənəsini də əlindən verir. O xəttin əvəzinə alternativ istəyirdilər o xətti yerləşdirsinlər. Ümumiyyətlə, orada da xəyali Turan ki, arada ümidləlilər, o tamamilə bunların öz gözündə də artıq gözdən düşdü. Və beləliklə Erdoğanın dediyimiz, sözünü verdiyimiz axırıncı rəqsləridir. Amma tədrici olaraq hər rəqs eləyəndə biraz çox qışqıra bilirdi. Növbəti rəqsdə səsi azaldı. İndi son qüvvəsini toplayıb, ağzı söz tutmadığı halda da, indi Qarabağda, Azərbaycana səhv eləmirəmsə Qarabağa səfər eləyirdi. Mən gördüm onun videosu çəkilişi də yayılıb bəzi yerlərdə. Ağzına gələni danışırdı, məlum söhbətlər eləyirdi öz aləmində. Bu da Erdoğanın aqibəti. Ümumiyyətlə İbrahim, yəni müqaviləsi, Abraham müqaviləsi bir tərəfdən koridorlar, Zəngəzur koridoru və Ərəb-Med koridoru vasitəsilə bunlar istəyirdilər ki, iqtisadi və təhlükəsizlik, strateji və hamısının kökü olan ideoloji baxımdan da İranı müqavimət mərkəzliyi olaraq İslam Respublikasını dünyanın böyük strateji oyunundan və mərkəzlikdən silsinlər və kənarlaşdırsınlar. Bu da olmadı. Və belə görünür ki, bu son dediyimiz kimi rəqsləridir və son fənləridir, son hiyləridir. Bax, bu idi biz deyirdik ki, bütün bu danışdıqlarımıza diqqət eləsəz, strateji imperializmin son oyunları fonunda strateji xəritə çəksəz, Azərbaycan-Türk oyunundan ərəblərə doğru bir neçə dəfə təhlil verdiyimiz Azərbaycan alovu məsələsini və orada dediyimiz Azərbaycandan ərəblərə doğru uzanan bu fitnəni daha yaxşı dərk eləyə bilərsiniz. Əlbəttə, bunların dediyimiz bu koridorlar məsələsində, məxsusən Ərəb-Med koridoru ilə İsraili İranın yerinə bu qondarma rejimi salaraq İranı kənara salmaq məsələləri və bir tərəfdən də ideoloji baxımdan və siyasi və hətta strateji baxımdan İbrahim müqaviləsi ki, Azərbaycanı ora daxil eləmək istəyirlər. Bu iki müqavilə ilə, bu iki necə deyərlər, proje ilə istəyirdilər ərəbləri də, sağmal inəkləri də son dövrlərdə etdikləri rəftarları ilə adiləşdirmə prosesini sürətləndirsinlər bu xərçəng kişi, quduz it və ya papanın gülbası sionist rejimə qarşı. Bütün bunların pozulmasında ən böyük rolu bugünkü günlərdə müstəsna və ən böyük rolu ikinci İran olan Yəmən oynayır və daha müstəsna şəkildə bu rolu oynayacaq. Çünki bugün də Telegram kanalımızda yerləşdirdiyimiz xəbəri görənlər gördü. Yeni sürprizlər ki, hey deyirdik, Yəmənin sürprizləri pillə-pillə artan intervalla davam edəcək və dəfələrlə demişdik ki, siyonist rejimin, bu qorxaq, namərd, siçovul rejimin yeganə qüdrəti qırıcılarındadır. Qırıcıları ilə vurub qaçsınlar. Çünki yer, quru savaşlarında məlumdur vəziyyətləri nə gündədir. Siçovul kimi qaçırlar və dənizlərdə və
su hovzələrində də Yəmənin bunların başına açdığı oyun məlumdur. Yeganə qüdrətləri hava qüdrətindədir və biz buna toxunmuşduq ki, Yəmənin artan intervalla gedən sürprizləri qalıb havada bunları vurmağa, limanlarını vurmaqdan əlavə. Və elə Yəmən bugünkü yerləşdirdiyimiz xəbərdə də qəribə bir sürprizin gözlədiyini ultimatum verir. Məşşat idi deyəsən Yəmən Silahlı Qüvvələrinin baş komandanı gözəl bir ultimatum verdi. Ehtimal olunur bəzilərinin dediyinə görə ki, o siyonist qırıcılar ki, Yəmənin paytaxtına hücum elədilər dünəndə, onlar ya Misir ya Ərəbistan satqınları tərəfindən onların hava sərhədindən keçib gəlib. Xəbərdarlıq elədi ki, siyonist rejimin qırıcılarının uçduğu hava zonasında mülki təyyarələr uçmasın və gözəl bir nöqtəni də qoydu. Siyonist rejimin qırıcılarını nə gözləyir? Məsxərə gözləyir. Bu yaxında məsxərə olduqlarını görəcəksiniz. Lağa qoyulduqlarını görəcəksiniz. Bu isə böyük bir partlayış olacaq. Böyük bir partlayış, böyük bir xəbər siyasi baxımdan, təhlükəsizlik baxımından və Tufanul Əqsadan sonra bəlkə də ən böyük fiyaskosu görünə bilər. Ona görə mümkündür ki, yaxın günlərdə siyonist rejim çarəsizlikdən Qəzzəyə olan təzyiqlərini artırsın, Yəmənə tərəf üz tuta bilməsin və yaxud da Ərəbistan və yaxud da Qətər tərəflərdən bir addım atmaq istəsinlər və bununla da yanaşı ola bilsin Amerika girsin işin içinə, Quduzitin sahibi ki, çünki siyonist rejimə verilən silahlar və bombalar hamısı Amerikanındır. Amerika onsuz da Yəmənlə üz-üzə gələndə rüsvay oldu. Bombaları boşa çıxdı, nə bilim F-18'ləri vuruldu, MQ-9'ları vuruldu. Və elə bir tərəfdən də diqqət eləyin, Amerika və siyonist rejim özünü öldürür, dağa daşa çırpır ki, Yəmənin qüdrəti İrandandır, İrandan verilir. Gəlin qəbul eləyək. Bəli, İran özü təksib eləmir Yəmənin qüdrətində İranın rolu var. Amma İran deyir ki, biz müqavimət olaraq Yəməni dəstəkləyirik və mütləq məlumdur ki, Yəmənin əlində olan texnologiyalar İranın texnologiyalarıdır. Yəni İrandan öyrədilib. Nəinki hazır aparılıb qoyulub ora. Yəmən özü bunu istehsal eləyir. Və bu texnologiyaların dadını İsrail görüb. Amerika sistemləri də görüb. İndi əgər Yəmən həm müqavimət baxımından, həm iman baxımından, həm etiqad baxımından, həm bu yeni texnologiyalar baxımından ikinci İrandırsa və həm Yəmənin dadını Amerika görüb və İsrail görür və Amerika qaçdı, həm də İranın dadını görüblərsə, indi gəlin bu videonu izləyək. Sizi bu video ilə baş-başa qoyuram. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik. Uşkun Bey, şimdi bu videoda gördüklerimiz ne anlama geliyor? Hedefe mi kilitleniyor? Ne oluyor? Burada şu bana göre mesaj Şimdi orada bir artı işareti görüyoruz ya, o hedef. kameradan Ne o? aldığı görüntü ve bu görüntüyü aktardığı bir merkez var. Yani diyor ki İran, senin diyor hani uçak gemin, ki onun tanıtımı zaten öyle yapılıyor. Bir görev grubuyla bunlar yola çıkarlar veya göreve giderler. İşte havada Amerikan jetleri, deniz altıları, diğer işte fırkateynler eşlik ederler ve kilometrelerce ötesinden kimse yanaşamaz, kimse dokunamaz diye bir evvelden beri bir efsane oluşturdu Amerika. İran diyor ki senin diyor bu kimse yanaşamaz dediğin yerlere, senin o her şeyi görürüz dediğin radarlarına ben İHA'larımla, SİHA'larımla girerim. O görüntüleri de alır. Sen de göremezsin beni. Sen de beni Ha, göremezsin. bir dakika, şimdi İran şu mesela artı işaretini koyuyor ya, işaretliyor Bu ya. hedefe yani bir atış ve anlamına gelmesin. Gelmiyor. Kameranın Ha. işte odaklandığı, çekim yaptığı merkez
bu görüntüyü... Bu helikopteri de bu arada görüyor. Tabii ki. Yani şu an havada İHA ve SİHA uçuyor. Evet İran. yani bir tek gemi değil. Yani Bütün gemi, hareketlerini, uçak, helikopter hepsini bir arada görüyor. Senin sahadaki bütün diyor hareketlerini diyor. Ben radarlarına yakalanmadan elimdeki teknolojiyle görürüm. Bunları kayıt altına alırım. Gerekirse de diyor bir saldırı, bir mukavemet gösteririm. Şimdi Bundan orada bir anlaşılması sorun gereken daha bu. var. Radarlarına yakalanmadan diyorsun. Şimdi orada Amerikan gemileri, Amerikan helikopterleri, Amerikan uçakları var. Bu İHA'ları fark etmediler mi Amerikalılar? İşte fark etmediğini gösteriyor İran. Bu mümkün. Neden? Hande? Nasıl mümkün? Yemen Husiler MQ-9 Reaper, yani çok pahalı bir teknoloji, en iyi SİHA diye anılır. Keklik gibi avladı. Gene aynı şekilde Amerika'nın uçak Teknolojileri de çok öyle çok hafif de değil yani. Görünmezlik boyutunda da bazı. yani o teknolojiyi yakaladık diyorlar. İşte ispatı diyor İran. Aynı şekilde mesela Husiler, bak İran'da değil, Husiler Amerikan uçak gemisinden kalkan bir uçağı, F-18'di yanlış hatırlamıyorsam, F-15'ti, düşürdü. Amerika bunu yalanladı. O uçağı dedi biz kendi teknik hatamız sonucu düşürdük. Doğru değil dedi. Fakat sonradan doğru olduğu ortaya çıktı. Kabullendi bunu Amerika. Hatta uçak gemisi vuruldu ve vurulduğunu inkar etti Amerika. Husiler, hatırlarsın sen İsmet Özçelik, o beraberdik herhalde o yayında. Biz dedi uçak gemisini vurduk. Amerika yalanladı. Sonrasında büyük ihtimal adada bir tamirata alındı. Amerika deniz üstü ve orada nasıl olduysa görüntüler çekilmiş. Bunlar kamuoyuna servis edildi. Amerika bunu kabul etmek durumunda kaldı. Yani Amerika'nın aslında çizdiği tablo çok gerçeği yansıtmıyor. İşte kimse göremez, kimse yaklaşamaz. Erişilmez, ulaşılmaz bir teknolojimiz var. Safsatası Amerika'nın hani bu görüntülerle ve evvel o yaşananlarla çökmüş oluyor. İran şimdi bunu gösteriyor. İstediğim an diyor seni bu Basra'da, Körfez'de etki altına alır, ateş de üretirim. Seni diyor burada vurabilirim de. Gördüğün gibi diyor bütün o hareketlerini tek tek takip ediyorum. Yakalanmadan o görüntüleri alabiliyorum. Ayağını buna göre denk al demeye getiriyor İran.